36 müsəlman dərnəyi fəaliyyət göstərir və miqrantların %70-i bu dərnəklərin üzvüdür. Bəzi müsəlman ailələr uşaqlarının xristiyanlarla eyni məktəbdə oxumasını istəmədiyi üçün dövlət Osloda yalnız müsəlman uşaqlar üçün məktəb açıb. Norveç Avropa Birliyinə daxil olmağı da xalq səs verməsi ilə rədd edib. Çünki ölkənin yaşam standartları Avropadan da yüksəkdir. Dövlətin əsas prinsipi təbiətlə iç-içə bir ölkə olmaqdır. Dağlıq ərazilər və təbiəti qoruma məqsədi ilə şəhərlər arası yolların çoxu körpü və ya tunel şəklində inşa edilir. Dünyanın ən uzun tuneli olan 21 kilometrlik Layerdal tuneli də Norveçdə yerləşir. Bu düşüncə onlarda nağıl kimi bir memarlıq yaratmışdır. Ev və digər tikililəri ilə hər küçə sanki bir fotokadrdır. Məsələn, bu Borgund Stav kilsəsidir. Tam